Google Earth ilə yaşadığınız yerə baxarkən 22 il əvvəl itkin düşmüş adamın cəsədini tapmaq. Bu hadisə 2019-cu ildə baş verib. Bir adam Google Earth platforması ilə internetdə hamımızın etdiyi kimi öz köhnə məhəlləsinə baxarkən gölməçədə qəribə bir parıltı olduğunu görür. Adam xəritəni yaxınlaşdırıb daha diqqətlə baxdıqda isə bu parıltının batmış bir maşın olduğunu müəyyən edir. Həmin şəxs tezliklə polisə xəbər verir və polis ərazini araşdırmağa başlayır. İlk baxışdan yosunlar və suyun tutqunluğu səbəbilə orada maşın olduğu görünmür. Elə bu səbəbdən illər boyunca orada yaşayan heç kim həmin maşının fərqində olmayıb. Maşın sudan çıxarılır və içərisindən insan skeleti tapılır. Skelet analiz edilir və 1997-ci ildə avtomobili ilə birgə itkin düşən William Earl Moult adlı adama aid olduğu müəyyən edilir. William'ın maşını ilə birgə gölə düşərkən böyük ehtimal sərxoş olduğu düşünülür. Beləliklə, texnologiyanın və diqqətli bir şəxsin sayəsində 22 ildir itkin düşmüş bir insan tapılır.